Olacaq da yəqin ki. Axşamınız xeyir. Hər kəsi salamlayıram. Yenə də 6-cı gün və ənənəvi olaraq bizim məhsullar üzrə, yəni mövzu məhsullar olan Zoom-da hər kəsi xoş gördüm. Bugünkü mövzumuz yeni gələn ətirlər kolleksiyası. Ümumiyyətlə, Sabiryan Wellness şirkətinin bizlərə təqdim etdiyi selektiv və xüsusi notlarla zənginləşdirilmiş və xüsusi reseptlə hazırlanmış ətirləridir. Əslində ətirlərimiz çoxdur və biz bilirik ki, hətta o qədər çoxdur ki, ətirlərini bir-birindən qarışdıra bilirik. Ona görə də rəhbərlərimiz belə bir qərarı verdilər ki, mən çalışacağam ki, 5 ətir haqqında məlumat verəcəm və təklif eləyirəm ki, növbəti Zoomlarda da biz bu ətirlərimizi davam etdirək. Nəyə görə? Çünki həm sayı çoxdur, həm də onlar haqqında ətraflı məlumat vermək üçün bir Zoom yetərsizdir. Bundan başqa mən ətir haqqında da məlumat vermək istəyirəm. Çünki çoxları ətir haqqında məlumatı çox az bilirlər. Yəni ətirə adi bir duxu deyilir də daha çox baxırlar. Amma əslində o insan psixologiyasıyla, insan fiziologiyası ilə, hətta bütün insanın həyatı ilə bağlı bir şeydir. Ümumiyyətlə, ətrin tarixindən danışım ki, ilk ətir nümunələrinə daha çox Misir, Mesopotamiya, Çin, Yunanistan, Hindistan ərazilərindən tapılıb. Daha çox bəşəriyyətin mənbəyi, belə deyək, beşiyi olan yerlərdən tapılıb. Bu da daha çox hardan tapılıb? Müxtəlif sərdabələrdən, şahların, hökmdarların sərdabələrindən, onların xüsusi dini ayinləri həyata keçirən otaqlarından tapılmışdı. Və qədim Misirlilər belə bir fikrə inanırdılar ki, ətirlər insanla Tanrı arasında əlaqə yaradır. Yəni onun xüsusi bir ilahi qüvvəsi olmağına inanırdılar. Sonradan Romalıların və Yunanların vaxtında artıq həmin bu hökmdarların xüsusi dini ayinlərini zamanı həyata keçirilən bu ətirləri onlar gündəlik həyata keçirməyə başladılar və bunu da yalnız zadəganlar istifadə edirdilər. Yəni adi insanlar belə ətirlərdən istifadə edə bilməzdilər. Bundan sonra artıq inkişaf getdikcə, yəni insanlıq tarixi təkmilləşdikcə, artıq 14-cü əsrdə bu Avropada daha çox inkişaf etməyə başladı. Bundan əvvəl ərəblər distillə prosesini kəşf etdiklərinə görə artıq müxtəlif bitkilərdən müxtəlif ətirlər alır, müxtəlif məqsədlərlə istifadə olunan ətirləri istehsal eləyirdilər. Sadəcə 14-cü əsrdə artıq Avropa bunu hansı yollarlasa əxz elədi və özləri artıq spirt tərkibli ətirlər istehsal etməyə başladı. Və tarixdə ilk belə ətir Hungarian Vodka, yəni Macaristan suyu deyə tarixdə belə bir başlıq var. Bu belə deyək ki, müasir ətirlərin bir növ qədimə baxmış daha müasir formasıdır, belə deyək. Başqa 18-ci və 19-cu əsrlərdə artıq bu Avropada, xüsusilə də Fransada geniş vüsət almağa başladı. Müxtəlif butiklər, müxtəlif ətir evləri yaranmağa başladı və hal-hazırda indi də Fransa duxu industriyası da birinci yerdədir. Yəni sizin bir çoxlarınızın işlətdiyi və sevə-sevə istifadə etdiyi bir çox brendlər var ki, onlar fransız parfümerləri tərəfindən hazırlanıb. Sonrakı dövrlərdə artıq müəyyən dəyişikliklərə məruz qalan bu ətirlər haqqında müəyyən bir məlumatlar vermək istəyirəm sizlərə. Bundan başqa mən sizə ətirlərin tərkibi və notları haqqında məlumat vereyim, sonra maraqlı bir məsələ haqqında məlumat verəcəm. Demək, ətrin tərkibi və notları. Ətrin tərkibində 3 notda olur. Birincisi baş notlar, yəni hər bir insan ətri birinci qoxuladıqda ona ilk gələn, yəni ilk çatan hansı ətir olur? Bu insana fərqlidir.
Yəni ola bilər ki, bir insan tərkibində olan bir neçə məsəl üçün baş notlar var ki, hər kəs özünə uyğun olaraq hər hansısa bir bitkini və yaxud da çiçək tərkiblidirsə, onu hiss edə bilər. Bundan başqa var ürək notları. Artıq bu necədir? Duxunu ilk biz qoxulayırıq. İlk başlanğıcdan sonra artıq bizə daha çox gələn notlar, bu artıq ürək notları adlanır. Və var baza notları. Artıq uzun müddət ətir bizim üzərimizdə qalanda bizim uzun müddət hiss etdiyimiz notlar. Bu uzun müddət qalıcı olan notlardır əsasən duxunun tərkibinə daxil olunan. Yəni bir ətirin istehsalında 3 nota fikir verilir. Bundan başqa ətirin növləri haqqında sizə məlumat verim. Demək, ətir növləri fərqlidir. Ən birincisi və bahalısı, daha çox belə deyək, dəbdəbəli insanların, dəbdəbəli bir görünüş, bir xarizma yaradan parfümlardır. Bunların yağlılıq dərəcəsi 20-30%-dir. Ondan sonra gəlir Eau de Parfum. Bu isə 15-20% yağlılıq dərəcəsi var və 6-8 saat ərzində qalır. Digəri isə Eau de Toilette yazılır, yəni tualetная вода, tualet suyu deyilir. Onun faizi 5-15%-dir və qalıcılıq sürəti 4-6 saatdır. Ona görə də həmişə parfümlar tualet suyuna nisbətən baha olur. Bir çoxlarınız bilirsiniz. Yəni səbəb buna görədir. Bundan başqa kolonji adlı növü var. Sonra body mist və yüngül təravətləndirici ətirlər var ki, bunlar müxtəlif bədən vasitələri ola bilər, evi ətirləndirmək üçün istifadə olunan ətirlər ola bilər. Yəni bunlar bu kateqoriyaya aiddir. Və bir də var nişi ətirlər, xüsusilə seçilmiş ətirlər. Və qeyd edeyim ki, Cyber & Wellness şirkətinin ətirlərinin bir çoxu və demək olar ki, hamısı həmin bu kateqoriyaya aiddir. Nişi kateqoriyasına. Bu da xüsusi seçilmiş, yəni xüsusi belə deyək, selektiv yolla nəzərdə tutulan notların birləşdiyi ətirlərdir. Ətirlər kateqoriyaya görə də bölünür. Bunları yəqin ki, bir çoxlarınız bilirsiniz, amma başlıqlar formasında, yəni etiraf edim ki, mən özüm başlıqlar formasında yalnız bir ikisini bilirdim, amma ətrində əslində çox imiş. Bunlardan birincisi hansıdır? Demək, çiçək notları. Bu daha çox romantizmə üstünlük verən insanların ətirləridir. Bunun tərkibi daha çox olur qızılgül, yasəmən, piyon ətirli. Digər ikinci bir növü isə odun notlarıdır. Bu odun notları daha çox dərin hisslər, istilik Axşamınız xeyir olsun. Səbir, səsin gəlmir, deyəsən donmur. isti bir aura yaratmaq istəyi. Bundan başqa var. Səsim gəlir hamıya? Yox, gəlir, bir də gedir. Ay. İndi necədir səsim? Yaxşıdır, yaxşıdır indi. Aha. Ola bilər, evdə qonaqlar var, hamıya tapşırdım ki, internetdən çıxsınlar. Demək, qaldıq şərq notları. Ətirlərimizin notların tərkibində olan notların kateqoriyaları. Demək, şərq notları bunlar vanildir, müxtəlif ədviyyatlardır, xüsusilə müşkün olduğu ətirlərdir. Bunlar da daha çox cazibədarlıq, oriental bir hiss yaratmaq üçün ətirlərə daxil olunur. Digər bir sitrus notlar. Bura ən çox sitrus meyvələri bildiyimiz limon, portağal, naringi, bergamot tərkibli duxulardır. Bunlar isə təravəti təmsil eləyir. Digər bir növü isə aromatik bitkilərdir ki, bunlar da nanə, rozmarin, lavanda tərkibli ətirlərdir ki, bunlar da insanda enerjini vurğulayır. Digər bir növü isə fujerdir və bu
daha çox klassik kişi ətirləri adlanır. Və nəzərinizə çatdırım ki, bir çoxlarımızın uşaq vaxtında babalarımızın istifadə elədiyi adikolonlar ki var idi, onlar klassik Fujer nəslinə aiddir. Bundan başqa ətirlərin xüsusiyyəti haqqında nə deyə bilərəm? Dəri tipi. Ətirin istifadəsində, ümumiyyətlə ətrin seçimində dəri tipi xüsusi rol oynayır. Mən şəxsən bunu ətirlərlə maraqlanmağa başladıqdan sonra öyrəndim. Sən demə, dəri tipi də ətirlərin qalıcılığında, ümumiyyətlə ətirlərin insana xoş gəlməyində və onda hansı hisslər yaratmasında dərinin də rolu var imiş. Yenə də burada yağlı dəri üstünlüyü təşkil eləyir. Biz bilirik ki, xanımların daha çox problem yaşadığı dəri yağlı dəridir, amma ən gec qocalan dəri də yağlı dəridir. Sən demə, ətirlər də yağlı dəridə daha çox qalırlar. Quru dərilərdə daha çox yağlılığı çox olan, xüsusilə parfüm qoxuları istifadə etməyi məsləhət görürük. Bundan başqa, normal dərilərdə isə əksər ətirlər uyğun gəlir. Yəni, normal dəriyə sahib olan insanlar əksər duxları, ətirləri istifadə edə bilərlər. Saxlanma qaydası necədir ətirlərin? Hər bir ətirə aiddir. Yəni, sadada növlərə aid olan bütün ətirlərə aid düşməyən, yəni birbaşa günəş enerjisi almayan ətirlər yerdə qalmalıdır. Bundan başqa məsləhətdir ki, adətən bunu daha çox şkafda saxlamağı məsləhət görürlər. Əgər istifadə etdiysə, ya öz qabında qalsın, ya da qabını, belə deyək, qablaşdırmadan çıxarmışıqsa, yaxşı olar ki, şkafda saxlanılsın. Ətirlərin istifadə qaydaları necədir? Bir çoxları bundan xəbərsizdir. Ətirlər daha çox nəbzin çox vurduğu hissələrdə vurulsa, daha uzun müddətli qalar. Və bir də çoxumuz ən böyük səhvə harda yolu veririk? Ətri vururuq. Bugün bizim belə bir söhbətimiz oldu ofisdə. Aynur xanım ətri vurdu, başladı belə-belə sürtməyə. Məsləhət görülmür. Yəni, parfümerlər ətrin o formada ilk dəfə istifadəsinə məsləhət görmürlər. Niyə? Çünki həmin ərəfədə, əgər insan dərisi də ona qarışırsa və belə ovuşdurma baş verirsə, artıq ətrin ilk insana çatacağı notu hiss edirsən. Tam qarışıq bir şey hiss olunur. Və mən bunu özüm oxuyandan sonra, özüm araşdırandan sonra tətbiq etdim, həqiqətən də elədi. İndi bilmirəm, hissiyatım güclüdür, biraz elə şeylərdə diqqətliyəm deyə, bəlkə mən onu hiss edirəm, bəlkə başqaları hiss eləməyəcəm, amma həqiqətən rolu var. Yəni, ətri vurdum. Səsim gəlir. Nə elə bil... Gəlir. Aha, okey. Tamam. Demək, ətri istifadə etdikdə dediyim, bir də daha çox yay və qış ətirlərini ayırd edirlər. Düzdür, bu individualdır. Yəni, mən daha çox belə deyək, özümə görə deyirəm ki, daha çox şirin və çiçək ətirli ətirləri sevdiyimə görə yay-qış deyə ayırmıram. Amma parfümerlərin məsləhət gördüyü, yəni dünya şöhrətli parfümerlərin məsləhət gördüyü məsələ necədir? Yayda daha çox yüngül ətirlər, qışda isə daha şirin və ağır ətirləri istifadə edə bilərik. İndi mən sizə bir maraqlı bir məlumat da vermək istəyirəm. Demək, uzun müddət Avropada artıq parfümeriya evləri artdıqca bir-birinə rəqabət olaraq daha çox yağlığa malik ətirlər istehsal etməyə başlayırlar. Və bir müddətdən sonra belə bir etirazlar... Sahibə xanım səsi çıxdı. Sahibə xanım, zəhmət olmasa mikrofonu bağlayın. Onsuz da nəsə internetlə bağlı problem var deyəsən, donuram bəzən. Aha. Demək, belə bir nəticə, ümumi parfümerlər belə bir problemlə yanaşırlar ki, artıq istifadəçilərdən belə bir şikayətlər gəlməyə başlayır ki, ofis şəraitində, idarələrdə duxuların ətrindən artıq insanlar işə konsentrasiyasını pozurlar. Yəni, müxtəlif cazibədar ətirlər, müxtəlif sakitləşdirici, təravət gətirici, enerji dolu ətirlər insanları işlərdən yayındırır.
Və ondan sonra parfümerlər, bəli, parfümerlər belə qərara gəlirlər ki, həmin o yağlıq dərəcəsini azaltsınlar. Və bundan başqa, bunun tibbi cəhətdən də izahı var. Bəzən fikir verirsiniz, çox qalıcı ətirlər insanda qıcıq yaradır. Qalıcı ətirləri bir gündən, 2 gündən artıq qalan ətirləri heç kəsə məsləhət görmürük. Ümumiyyətlə, çalışmaq lazımdır ki, 6-8 saatdan, yəni artıq qalan ətirlərə çox da meyil eləməyək. Ola bilər, məsələn ki, 12 saat ərzində olsun, amma yenə də. Niyə görə? Uzun müddət istifadə etdiyimiz ətir bir müddətdən sonra, mən bunu ağır ətirlərə nəzərdə tuturam. Bizim ətirlərdə bütün bu tendensiyalar nəzərə alınıb. Bir məsələni də vurğuladım. Demək, uzun müddət ətri gələn belə notlar bir müddətdən sonra ağır duxlardan, ağır ətirlərdən söhbət gedir. Bir müddətdən sonra insanda əsəbilik, aqressiya, hər bir qıcıqlanmaya qarşı sərt reaksiya tipli problemlər yaradır. Bunu bilmirəm, elmi səviyyədə bunu təsdiqləyiblər, təsdiqləməyiblər, amma mən bir çox alimlərin apardığı, parfümerlərin apardığı nəticələrə deyirəm. Məsləhət deyil. Yəni, bu tipli duxlar məsləhət deyil, çünki insanlarda aqressiya yaradır və ola bilər ki, bu ətri sən sevirsən, amma sənin ətrafındakılar sevmirlər. Ətrin üstünlüyü nədir? Bizim ətirlərə indi keçid edirəm. Bizim məhsullar kimi ətirlərimiz də çox mükəmməl seçilib. Yəni, ora daxil olunan bitkilər, ora daxil olunan hər bir insan ilk dıqda özünə uyğun notu seçir. Ona görə də biz ətirlərimizə də individual deyirik. Niyə görə? Ola bilər ki, bir ətri mən qoxulayıram, mənə şirin gəlir, digər biri qoxulayır, ona turşməzə gəlir. Baza notları, ürək notları, əsas notlar, bax, burada öz rolunu oynayır. Yəni, individual olması bunu göstərir. Bizim ətirlərimiz ümumiyyətlə, bir şey deyim ki, selektivdir. Selektiv nə deməkdir? Daha çox tərkibə malik olmaq deməkdir. Daha incəliklə seçilən məhsullar deməkdir. Ümumiyyətlə, şirkətlərə əgər hər hansısa bir parfümerlə müqavilə bağlanılırsa və ona aid məhsullar, ətirlər kolleksiyası hazırlamaq tapşırılırsa, həmin parfümerlərin xüsusi belə deyim, müqavilələr olur ki, o ətirləri həmin o qarışımda, həmin o tərkibdə digər bir firmaya sata bilməz. Digər bir firmaya verə bilməz. Bu bir qanundur. Bütün parfümeriya ilə məşğul olan şirkətlərdə bu qanundur. Yəni, son dövrlərə qədər bu qanun var idi. Hal-hazırda dəyişikliyi var, bilmirəm, amma ümumilikdə bu nəyi göstərir? Əgər bizim ətirlər bizə aiddirsə, yəni bizim şirkət tərəfindən istehsal olunubsa, bu yalnız və yalnız Cyber & Wellness şirkətinin ətirləridir. Və bunu xüsusilə seçilmək istəyən, öz xarizmasından hər kəsə özünü sübut etmək istəyən, xoş təəssürat yaratmaq istəyən insanların seçimidir bizim ətirlərimiz. Bugün mən ümumiyyətlə bir neçə ətir haqqında məlumat toplamaq istədim sizlərə. Həqiqətən də tərkibləri o qədər zəngindir və mən onlar haqqında sizə məlumat vermək istəyirəm ki, çünki ətir elədir ki, probunu almaq rahatdır. Amma ətrin özünü almaq istəyən insan bilmir ki, hansını seçsin və onun xarakterinə, onun zövqünə uyğun hansı ətirdir. Bugün mən 5 ətirimiz haqqında məlumat verəcəm. Növbəti məhsullar haqqında təklif edirəm ki, başqa zoomlarda danışarıq. Demək, bugün mən Aromapolis Olfaktiv studiyanın təqdim etdiyi 3 məhsul haqqında məlumat vereyim. Bunlardan mən ofisdən bunların probniklərini götürmüşəm. Çünki özümün istifadə etdiyim hal-hazırda Orange Rose və Vanilladır. Keçmiş yəni kolleksiyadan. Bir də ki Pink Rose və Sea Salt. Yəni bunlar, mənim zövqüm bunlardır. Digər ətirləri isə ətrafımda hər kəsə məsləhət görmüşəm və çox bəyəniblər. Bu seriyanı mən bəyəndiyimə görə bu ətirlərin də problarını aldım ki, soruşan olanda özümə də maraqlı idi ki, hansının tərkibi nədir? Və ilk istifadədən mən artıq məhsul haqqında məlumatım olsun. Amma bugün mən sizlər üçün daha geniş tərkibdə
izah edəcəyəm. Demək, başlayaq bunlardan hansı haqqında, mimoza haqqında məsələ izah edeyim sizə. Görəcəyin ki, burada belə bir məhsulumuz. Demək, qiyməti 58 manatdır. Angelin Leporini müəllifidir əsərin, ətrimizin. White tea and mimoza, yəni ağ çay və mimoza tərkibli. Ümumiyyətlə, yüngül, universal və incə notlar var burada. Olfaktik seriyasından olan bu ətir ağ çayın təravət və sakit verici bir notları ilə başlayır. Amma tərkibində qaysı notları ora xüsusi bir şirinlik verir. Həddindən artıq şirinlik deyil bu. Xüsusi yüngül şirinlik verir. Çox incədir. Həqiqətən ilk baxanda biz onu çox bəyəndik. Bugün qızlarla biz ofisdəydik və məhsulları ehtiyatla baxırdıq ki, ətirlər, qoxular qarışmasın. Amma seçmək çox çətin idi həqiqətən. Birimiz birini bəyəndik, birimiz onu bəyəndik, birimiz hamısını bəyəndik. Bu mimozanın tərkibi, xüsusi notları qaysıdır, ağ güllərdir və ağ çaydır. Ümumiyyətlə, bu şirin, zərif, lətafətli qadın obrazı yaradır bu. Bu ətri istifadə edənlərdə. Mərkəzi çalarlar nədir? Mimoza, sonra sidr ağacı və başqa nə var idi? Süsən. Demək, mimoza bir bitkidir. Onun mimozanın çiçəkləri bilirsiniz nəyə oxşadır? Onu qoxulayanda sanki ballı, kirşanlı bir qəribə qarışım bir ətir gəlir insana. Xoş təəssüratlar yaradır, xoş hisslər yaradır həqiqətən. Süsən nəcib, zərif və bənzərsiz qadın obrazı yaradır. Bundan başqa sidr isə artıq burada şirin və kirşanlı ətirdən danışır. Sidr isə burada iynə yarpaqlı meşənin o təravət verici ətrini sanki ora birdən daxil edir və insan qoxunu alanda iti neysə hiss edir orada. Amma bu iticiliyi hiss eləmirsən. Bunu xüsusi bir rahatlıqla qəbul edirsən. Çünki o digər notlarla qarışmış formadadır. Şleyf çalarlar var bunun içində. Kirşan var, vanil var, sonra müşk var. Müşk də həmin o hissləri yadda qalan edir. Yəni, sənin ilk aldığın təsiratı yadda qalan edir. Ümumiyyətlə, rahatlıq bəxş edən, daha çox təravətli sevən qadınlar üçün məsləhətdir budur. Yəni, o xarakterə malik insanlar, xanımlar bu ətri bəyənirlər. Digər bir çay ətrimiz, tərkibləri çaydır deyə. Demək, neroli və bergamot haqqında məlumat vermək istəyirəm. Belə bir şəkli göstərim sizlərə. Yəqin ki, çoxunuz artıq baxmısınız. Çoxunuz artıq araşdırmısınız, baxmısınız. Demək, bu bir şeyi vurğulayım. Araşdırdığım bitkilərin, ətirlərin hamısında çay var. Çay bütün mədəniyyətləri, bütün xalqları, yəni insanlığı birləşdirən bir mədəniyyətdir. Çünki çay mədəniyyəti bütün millətlərdə var. Və onun bəxş etdiyi təravət, rahatlıq, onları ətirlərə sirayət edəndə insana başqa bir xoş bir hisslər yaradır. Ona görə də çaylarımızın təqdim özü xüsusilə də yaşıl çayın, ağ çayın kombinasiyası çox gözəldir. Neroli çayı və bergamot ətirli biz ətri çox bəyəndik. Şəxsən mən özüm çox bəyəndim, çünki onun tərkibində həm üstün notları, baş notları, həm ürək notları hamısı mənə xoş gələn ətirlərdir. Və qızlar da bunu etiraf edə bilərlər ki, çox bəyəndik. Demək, bunun Suazik Bokurdu müəllifi Barcelona komandasındandır. Və aromapolis olfaktik ətirlərində lüks və niş seriyasına aiddir bu məsələ. Bax, sizə vurğulamışdım növlərini sayanda. Demək, təravətli sitrus aromatik hisslər yaradır.
Mərkəz çalarlar, birinci çalarlar, yəni insanın ilk aldığı ətirlər berqamot, limon və yaşıl çaydır. Bu insana xüsusi təravət, insanda elə bir hiss yaradır, heç problem yoxdur, rahat əyləşir. Yaşıl çay qarşısında və onun da yanında berqamot, limon. Bu rahatlıq insana nə hiss verirsə, bu ətri də ilk alanda həmin o təbiət qoynunda oturmusan və yaxud da ki, hər hansısa bir rahat bir mənzərəni seyr edirsən, heç bir problemin yoxdur, rahat əyləşmisən və çayın da qarşında. Həmin o situasiyanı təsvir edir insan bir anlıq. Ürək notları nələrdir? Demək, çiçəklərdir, nerolidir, tərkibi, sonra büxur, büxur və ədviyyatlar. Burada artıq həmin o ədviyyatlar ətrimizə daxil olur və insanı yadda qalan, təravətindən əlavə, rahatlıqdan əlavə xüsusi bir sirli bir dünyaya qatır. Yəni ədviyyat var. Artıq bunun ürək notlarında müəyyən ədviyyatlar var. Şleyflər hansılardır? Əmbərdir, hissiyatlılığı izah edir, insanın daha çox hissiyatlı olması, daha zərif, daha incə ruhlu olmasını vurğulayır. Bundan başqa müşk və oduncaq var ki, bunlar da dərin hissləri aşılayır insanda. Yəni ilk kimdənsə bu ətirləri qəbul ediriksə, assosiativ olaraq insanda həmin insan haqqında belə bir məlumat yaranır. Bunu biz istər-istəməz bizim psixologiyamız belə qəbul edir. Bundan başqa, demək, bunun tərkibində nələr saydım? Ümumiyyətlə, bu ətri istifadə edənlər zərif və təravətli ətrə üstünlük verən xanımlardır. Sakit dəbdəbə tərzinə, yəni aşırı dəbdəbə deyil, sakit dəbdəbəni sevən xanımlardır. Səhər meyi ilə sanki yenilənmə prosesini arzulayan xanımların ətridir bu. Xanımlar onsuz da zərifdir, amma xüsusilə zərifliyi sevən, yəni buna zərif görünməyə üstünlük verən xanımların seçimidir bu məhsul. Əhval-ruhiyyəni gözəl hiss elətdirir, ümumiyyətlə gümrahlıq bəxş edir, yəni bu ətrin insanda yaratdığı xüsusiyyətləri çoxdur. Ən əsası dediyim bu məsələlərdir. Demək, bundan başqa mən indi sizə, bu hansı ətrimiz idi? Tea Blossom and Candy. Bu məhsulumuzsa qurman ətridir, sizlərə göstərim. Bu yaşıldır, amma açıq yaşıl formada olandır. Demək, bu Julia Rodriguez müəllifi olduğu bir fikir verirsinizsə, parfümerlər də müxtəlifdir. Yəni, eyni parfümer deyil, bir neçə parfümerlə şirkət bizim məhsullar üzərində işləyir. Bu, özü də rəngarənlik deməkdir. Və nəzərinizə çatdırım ki, bu çay ətrimizdə, Neroli'də, endirimdədir hal-hazırda. Məsləhət görürəm ki, yararlamağa çalışın. Çünki ayın axırına az qalıb artıq, məsləhətdir ki, yararlanasınız. Demək, bu ləziz fəsilədən, yəni qurman ətri deyilən bir fəsil növünə aiddir ətirlərin. Valeh edici, parlaq ətir. Yəni, digərlərində biz təravət deyirdiksə, burada artıq birbaşa parlaq ətir. Yəni, şirin ətri sevənlər üçün, xüsusilə o canlı olan insanlar var, şirinliyi daha çox xoşlayan, daha çox şirniyyata həvəsli insanlar, bax, onların ətridir bu. İndi bir çoxları diyeta saxlayır, şirniyyat yemir. Mən təklif edirəm ki, belə bir ideya gəldi alma tərkibinə baxanda ki, eybi yoxdur, şirniyyat yeyə bilmirsiniz, bu ətri istifadə edə bilərsiniz, çox gözəldir. Həqiqətən, mən ətrini vurmuşdum. Yolda gələ-gələ həqiqətən o şirniyyatın dadını elə bilirsən ki, vanilli bulka mı deyim, gözəl o xüsusi kafelərdə təklif edirlər, gözəl belə görünüşlü bir şey verir. Baxırsan ki, adi biskvitdir, amma onun görünüşü o qədər insana xoş təsir bağışlayır ki, o hissləri artıq yaşayırsan. Eynən də bu ətri mən ilk qoxulayanda qızlara dedim ki, elə bil ki, şirniyyat bütöv bir şirniyyat gəlir. Çox gözəldir. Şəkərlənmiş meyvələrdir tərkibi, quru meyvələrdir tərkibi.
Ümumiyyətlə ani bir sevinc bəxş edir. Hətta mən qızlara dedim ki, bunu belə uşaqlığım yadıma düşdü. Çox maraqlı bir hisslər oyatdı insanda. O uşaq vaxtı şirniyyat dolu bir ad günləri olurdu, xüsusi bir tədbirlər olurdu ki, daha çox şirniyyatlar olurdu. Həmin o hissi yaratdı insanda. İndi kimlər bəyənirsə şirin ətirləri, onlara məsləhət görürəm. Quru meyvələr insanda belə deyək, həm qəbul eləyəndə çox xeyirlidir. Həm də onların ətirləri insana bir rahatlıq, istilik, şirintəhər hisslər verir. Yəni bayaq izah elədiyim bir fikirlərdən. Tərkibində demək sizə deyim hansılardır. Bunun tərkibində meyvə quruları, suxafruktdur, qaysı var tərkibində. Qaysı özü də qaysı ətridir, xüsusi bir incə bir cazibədarlıq yaradır. Mərkəzi çalarları hansılardır? Demək, çay ağacının çiçəkləri xəfif, zəriflik bəxş edən bir ətirdir. Sonra tərkibində kəşmir var. Bu yumşaq və bürüyücü ətirdir. İtilikdir. İti bir ətir kimi gəlir adama. Elə bir gəlir, deyir, qayıdır. Amma xüsusi bir dəbdəbə yaradır. Yəni, ola bilər ki, şirindir, çox şirindir. Bəzi ətirlər fikir vermişsinizsə, həqiqətən insanı yorur. O şirinlik insana o qədər baş ağrı verir ki. Amma bu ətrimizdə mən onu hiss eləmədim. Xüsusi bir incə bir dəbdəbə hiss elədim. Bunun tərkibində buxur var. Buxur bilirik ki, insan psixologiyasına, ümumiyyətlə, xüsusi bir aura yaradır ki, insan hisslərinə, insanın təzələnməsinə, beynin yenilənməsinə təsir edən bir şeydir. Və fikir vermişsiniz, son vaxtlarda buxur yandırmağa daha çox meyl eləyir insanlar. O mənfi auranı dağıtmaq üçün, mənfi enerjini götürmək üçün çox əla bir şey. Siz təsəvvür edin ki, siz bunu vurursunuz üzərinizdə və bütün günü həmin bu buxurla gəzirsiniz. Yəni, insan o enerjisi, insan aurası bütöv olanda ona heç bir mənfi enerjilər, mənfiliklər təsir eləmir. Və ona görə də mən belə bir fikri olan, belə bir istəyi olan insanlara və xüsusilə də şirin şeyləri yeyənlərə bunu məsləhət görürəm. Həqiqətən çox gözəl. Mən şəxsən çox bəyəndim. Bundan başqa, demək, bu aromatik Aromapolis seriyasından olan ətirlər idi və mən belə qərara gəldim ki, heç olmasa digər, yəni Ciel kolleksiyasından olan 2 məhsul haqqında da məlumat verim. Demək, onlardan birincisi mən çox bəyəndim. Şəxsən mən Lacoste markasından olan ətirləri bəyənmirəm. Yəni, etiraf edirəm ki, bəyənmirəm. Onlar mənə həddindən artıq qalıcı olduğuna görə sevmirəm. Yəni, mənlik deyil də, belə deyim. Xoşum gəlmir. Amma çox maraqlı bir şeydir ki, nuaj doxusunu mən araşdırdım tərkibini. Çiçəkli oduncaqlı, baxın, düz göstərirəm də. Çiçəkli oduncaqlı, qırmızı freza və istiot tərkiblidir. Və belə bir nüans var ki, əgər Lacoste ətrini sevən qadınlar varsa aranızda, bu ətri çox bəyənəcəklər. Amma mən əslində, yəni bu ola bilər ki, onu istifadə edən xanımlar, mən şəxsən sevmədim. Mən hətta belə bir məndə fikir yarandı ki, mən o ətri yəqin ki, bəyənməyəcəyəm. Amma tərkibini araşdıranda gördüm ki, mənim xoşuma gələn notlardır və ətri vuranda həqiqətən mən onu bəyəndim. Çox gözəl ətri var. Digərlər təravətli, çay həzzi, müxtəlif qurme dadlar idisə, bu daha çox, belə deyək, azadlıq, müstəqil, özünü sübut etməyə çalışan xanımlar üçün. Yəni, mən məsləhət görərdim ki, əgər xüsusi günlərdə biz digər, məsəl üçün, Tea Blossom və Candid istifadə ediriksə, bunu xüsusi görüşlərdə, xüsusi ofislərdə olan, təşkil olunan təlimlərdə, hər hansısa bir xüsusi günlərdə istifadə etməyi məsləhət görürəm. Həqiqətən çox gözəl, incə bir ətridir və insana xüsusi bir hisslər bəxş edir. Məqsəd yönlü, cəsur, ünsiyyətçi, çox cəhətli insanların seçimi olacaq bu ətr. Yəni, ətri istehsal eləyən parfümer onu belə bir xarakterizə verir. Və tərkibi nədir?
demək, tərkibində freza var. Bu təravət yaradan notlardır. Mərkəz notları jasmindir, hibiskusdur və qızılgüldür. Məncə şərhə ehtiyac yoxdur. Yəni hər birimiz ətirlərin tərkibində bu çiçəkləri artıq tanıyırıq və onların insanda hansı hisslər yaratdığını çox gözəl bilirik. Və ətrin də nə qədər dəbdəbəli və xüsusi vurğulanan bir ətir olduğunu artıq çoxlarımız başa düşdük. Ürək notları, darçın və vanil var. Darçın və vanil bizim ümumiyyətlə özümüzün məişətimizdə istifadə etdiyimiz, mətbəximizdə istifadə etdiyimiz vazgeçilməz ədviyyatlarımızdır. Və organizmimizin xeyri kimi həm də ətrinin xeyri var. İnsan psixologiyasına, insanda müəyyən gözəl hisslər yaratmaq üçün də mükəmməl vasitələrdir və onu da burada var. Bundan başqa bunun tərkibində var gün çiçəyi. Çox maraqlı bir şeydir ki, gün çiçəyi ümumiyyətlə qədimdən sədaqət və əbədi sevgi simvolu olub. Və onun ətri bizim bu nuaj ətrimizin Ciel kolleksiyasından olan nuajımızın tərkibindədir. Xəfif, şirin, isti oduncaqlı nüanslar da var. Səndəl var ki, bu da dediyimiz kimi dərin notlarıdır. Dərinlik, davamlıq yaradır və xüsusi afrodiziak xüsusiyyətlidir. Təxəyyül yaradır. Yəni insanda, insanın təxəyyülündə Səbinə xanım, səsiniz gəlmir. İstədiyimiz yolunda hərəkət etdikdə həmin bu duxulardan, bu ətirlərdən istifadə edək. Özümüzü təsdiqi sübut etmək üçün ətrafımızdakı insanlarda özümüz haqqında xoş təəssürat yaratmaq istəyiriksə və qışqıran dəbdəbə yox, daha çox zərif dəbdəbəni sübut etmək istəyiriksə, bu ətirlərdən hər hansı birini seçə bilərik. Bu, xanımlar üçün nəzərdə tutulan ətirlərdən biridir. Yəqin ki, bəylərimiz bizdən inciməz. Onların ətirlərindən, onlar üçün olan ətirlərdən yalnız biri haqqında məlumat verəcəm. Çünki artıq 43 dəqiqəmiz keçir. Vaxtı nəzərə alım, həm də bu materialı qəbul etmə, beynin qəbul etmə məsələsi var. Ona görə 5 ətirlə mən kifayətlənmək istədim bugün. Demək, bizim danışacağım ətir yoxdur, probniki yox idi, götürməmişəm, ya fikir vermədim nə etsəm. Demək, kimdə varsa, özü varsa, probniki varsa göstərsə lap yaxşı olar. Amma hər bir halda mən adını deyəcəm, özünüz də baxa bilərsiniz. Demək, Demi-Lune Air yazılır. Demi-Lune Air adlanır, yəni oxunuşu belədir. Aromatik yaşıl ətirdir. Честный znak, yəni dürüst nişanlıdır. Yəni onun məhsulun həqiqiliyinə və tərkibinin olduğu kimi yazılmasını sübut edən bir nişandır bu. Честный znak. Rusiyanın bir nişanıdır. Məhsulumuzun bu nişanı var. Və buna parfümer izahında nə cür deyir? Əgər Hermes markasından H24 duxunu bəyənən kişiləriniz varsa, yəni hal-hazırda istifadə edəniniz varsa, nə xoş sizə. Artıq bizim də o ətri xatırladacaq. Yəni o amma bir şey deyim, mən bayaq Ciel'də də vurğuladım, qadın üçün olanda da. Bunda da vurğuladım. Bir şeyi qarışdırmayaq. Həmən o ətir deyil. Sadəcə o ətrə üstünlük verən xanımlar, bəylər, həmin bu ətirləri çox gözəl qəbul edəcəklər. Bunu nə üçün yazıblar? Bunu nə üçün parfümerlər? Bunu nə üçün şirkət olaraq izah edirlər? Yəni hədiyyə seçimində bu sizin üçün bir açar rolu oynayır. Yəni bəyləriniz də həmin ətri istifadə edirsə, mütləq şəkildə ona bunu hədiyyə etsəniz, çox gözəl də bəyənəcək. Demək, onun tərkibi nədəndir? Yetişmiş meyvələr, aromatik, yaşıl, qapını bağla. Demək, bu ətir ilk dəfə insana nə hiss bəxş edir? Külək kimi gümrah bir başlanğıc. Yəni, insan normal bir vəziyyətdədir və birdən-birə külək onu yeni başlanğıclara sürükləyir. Yəni, yeni bir başlanğıclara bir növ vəsilə olur. Ənbər, palıd,
notları cəsur və cəlbedici bir şleyf yaradır. İkinciləri, bundan başqa. Yaşıl çalarlar təbiəti, yeni nəfəs, həyat, cavanlıq hisslərini yaradır. Yəni, insana elə bir hisslər bəxş edir. Müşk sürbəsi var ki, acı otludur, amma sakitləşdirici bir ahəng yaradır. Deyilən şeylər haqqında, demək, digər notlarla birlikdə təravət yaradır. Demək, Demi-Lun Air'dir. Demi-Lun Air. Bu ətri daha çox hansı kişilər bəyənər və hansı kişilərin məsləhət görürük? Daha çox diqqət mərkəzində olmaq istəyən, öz xarizmasını vurğulamaq istəyən və özünü artıq sübut etmiş, özü haqqında xoş təəssürat yaratmaq cəmiyyətdə, öz kollektivdə, özü haqqında xoş hisslər yaratmaq, yəni təəssürat yaratmaq istəyən kişilər istifadə edə bilər. Yəni, istənilən vəziyyətdə ahəngə uyğunlaşan, inam hissinə can atan insanların seçimi olacaq bu ətirlər. Yəni, belə bir hiss, bu notlar, tərkibində olan notlar, İradə xanım burada yazıb super qoxusu var. Həqiqətən də mən bu oxuduqca ətir haqqında artıq müəyyən bir fikrim yarandı. Sadəcə ətir yoxdur. Və onun tərkibini eləməz, ona görə də birinci budur xudan. Bəlkə də öz zövqümə inanıb, öz zövqümə arxalanaraq bu ətir haqqında məlumat verdim. İnanıram ki, digər ətirlər də bunun kimidir. Növbəti zoomlarda mən çalışacağım ki, bunlar haqqında geniş məlumat verim yenə də. Bugünlük kişilər üçün olan ətirlərdən, yəqin ki, mənə bağışlayarlar, yalnız biri haqqında məlumat verdim. Bu qədər. Məlumatlar bu qədər. Kiminsə hər hansısa bir sualı varsa və yaxud da ki, neysə bir... Çox sağ olun. Həlimə deyəsəm, burada şəkil atıb. Amma Həlimə, problem deyil. Yəni, narahat olmasa, hamı öz şəxsi kabinetinə girməyi bacarır. Daxil oluruq ora, ətriyyat, kosmetika bölməsində. Ətriyyat hissəsi var. Ətriyyata daxil olursunuz. Hətta mən ətriyyat hissəsini açanda istədim bir neçə şəkil çəkmişdim əslində. Slayd şəklində hazırlamaq istədim. Amma gördüm, o qədər ətir var ki, bu bir adama bir xüsusi bir fəxr verir ki, artıq sənin də ətirlərin var. Çünki olur axı, bəzən sizə verir, sizdə bir-iki dənə duxu var, çox ətir yoxdur, kişilər çox xüsusi ətir yoxdur. Yəni, bu yaxınlarda mən elə bir etirazla rastlaşmışdım. Elə bil həmin adamın böyle ağzından çıxan söz idi ki, səhəri xəbər çıxdı ki, bəzi yeni ətir kolleksiyamız gəlir. Və mən bu ətirlər haqqında Tatyana Qaraxovskayanın bir videosuna baxdım. Həqiqətən də ətirlərin doğulma yeri, doğulma anı çox gözəl vurğulayıb. Səhv eləmirəmsə, şərq ölkələrinin hansındasa olub, ya Çində, ya hardasa, deyir, ətri, çayı mənə təklif elədilər, mən onu baxanda dadına, beynimdə belə bir notlar kolleksiyası yarandı. Və həqiqətən ətirlərimizin tərkibinə baxıram, görürəm ki, həqiqətən də çay mədəniyyətinə bağlı olan digər o bitkilərin kombinasiyası çox gözəl hisslər yaradır insanda. Və mən başa düşürəm ki, bu ətirlərimiz hansı təxəyyülün nəticəsidir. Bugünlük bu qədər məncə. Suallar varsa buyurun. Səbinə xanım, axşamınız xeyir. Bəli, axşamınız xeyir. Salamlayıram komandanı. Həqiqətən bu günləri ətirlərin Səbinə xanım demişkən qoxusuna baxdıq. Doğrudan da möhtəşəm idi. Ayrı-ayrılıqda doğrudan hər birinin çox gözəl, yəni iyləri, qoxuları var idi. Hətta elə Səbinə xanım danışa-danışa mən biləyimi belə iylədim. Hansısa bir ətir idi, qalıb, həqiqətən dəridə qalıb və iki nüansı icazənizlə demək istəyirəm. Yəni, bilənlər bəlkə də bilir, bilməyənlər üçün də yəni bir məlumat olsun. Səbinə xanım, məsəl üçün bir ətri tutaq ki, mən də vururam sizdə. Məndə başqa qoxu verə bilər, sizdə də başqa. Yəni, o dəridən asılıdır və... O məsələ, dəri məsələsi. Onu da vurğuladım. Ay, sağ olun, bəli. Bir də ki... Və ətri qəbul etmək məsələsi var. Siz başqa cür qəbul, siz başqa cür. Bəli, dəridən asıldı. Selektiv quxuların xüsusiyyəti də budur, Aynur xanım.
Bəli, doğru. Bir də ki, ətri çalışın ki, soyuducunun qapaq hissəsində saxlayın. Qapaq hissəsində saxladıqca, açıb örtdükcə ətrin qalıcılığı daha, yəni çox olur. Yəni içimizdə olar da, deyək ki, məsəl üçün bir gün, 2 gün ətrin qalıcılığı olsun. Daha, yəni o özünü daha yaxşı tutmuş olur. Yəni məndən də bu qədər. Aynur xanım, çox sağ olun əlavəniz üçün. Mən bir şey evdə vurğulayım. Ümumiyyətlə, biz deyirik, ətirlərin qalıcılıq məsələsi. Bəzən olur ki, istifadə eləyir, deyir ki, əvvəl vurduğum gəlirdi, sonra gəlmir. Yaxınlaşırsan həmin adama, həmin adamdan o qoxunu hiss eləyirsən. Bu nədən irəli gəlir? İnsan onu qəbul edir, insan psixologiyası artıq o ətrə öyrəşir. Və sanki sənin özünə elə gəlir ki, o ətir səndən gəlmir. Amma əslində o ətir sənin xüsusi belə deyək, izvi qoyur. Və hətta bizdə belə bir şey olmuşdu ki, anam bir dəfə gedib xalamgilə, sonra o gedəndən sonra xalam oğlu işdən gəlib evə. İçəri girən kimi, otağa girən kimi deyib ki, Səidə xala gəlmişdi. Anası deyir ki, hardan bildin? Deyir, ətri qalıb. Gəlib xalam ora bax, bura bax. Axı burada ətir mən hiss eləmirəm. Yəni insanın o xüsusi hiss etmə bacarığı. Anam da həmişə deyirdi ki, o çoxdan olmuş hadise bizim ətirlərə aid deyil. Anam da həmişə deyirdi ki, sən bu ətri alırsan mənim üçün bu iyi gəlmir. Ən gözəl bariz nümunə odur. Yəni insanın özünə gəlməyə bilər və bəzi insanlar deyir ki, mən bunu aldım, dedilər 8 saat ətri qalıcı, amma qalıcılığı yoxdur. Sual verirsən ki, qalıcılıq sənin özünə yoxdur, yoxsa ətrafdakılara yoxdur? Deyir, mənim özümə gəlmir. Bu duxunun unikallığıdır. Bu gözəl bir şeydir əslində. Əgər həddindən artıq gün ərzində sən üstünə vurduğun ətri birinci vurduğun qədər hiss eləyirsənsə, bu əslində sənin psixologiyaya get-gedə təsir edir. Bir də bir şey vurğulayırlar ki, həmişə bir ətri, məsəl üçün, daimi olaraq istifadə etmək, indi bilmirəm, insandan insana fərq var. Elə insanlar var ki, bəyənmir. Elə insanlar da var ki, konkret olaraq illərdir bu adamı bu ətirlə tanıyırsan. Bu da artıq seçimdir. Sadəcə psixoloji olaraq ətirlərin dəyişilməsini məsləhət görürlər ki, bunu da seçimində insan azaddır. Səbinə xanım, çox üzr istəyirəm. Bəli, çox gözəl Buyurun. vurğuladınız ki, doğrudan da ya o ətrin orijinallığını bildirir. Ətri vururuqsa, o bizə bir müddət gəlir. Sonra siz demiş, yəni öyrəşirik o ətrə. Sonra o ətir bizə gəlmirsə, bu ətrin orijinallığıdır. Amma kənardan hiss eləyirlər. Bəli. Orijinal olmağını bildirir ətrin. Yəni insan Çünki psixologiyasına təsir etmək olmaz. Ola bilər ki, sizin bir ətir xoşunuza gəlir. Şəxsən mənim məsələn elə ətirlər var ki, insanlar onu vurduğuna görə o ətirə görə mən o insandan ümumiyyətlə belə salamlaşmaq heç öz yerində, amma o insanla uzun müddət ünsiyyətdə olanda artıq onun duxusu, onun ətri məni yorur. Bunu da nəzərə yetirmək lazımdır ki, ətir elə olmalıdır ki, uzun müddətli günlərlə paltarı yuyanda da üstündə qalma şərti olmasın. Belə bir ətirlər sizə təklif edirlərsə məsləhət görmürəm. Bir də bayaq haqqında məlumat verdim. Mən Sevinç xanım söz verdim ki, onun bəyəndiyi duxu haqqında da məlumat verəcəm. Güllü meyvəli. O qalsın gələn dəfəyə. Qalsın gələn dəfə haqqında geniş məlumat verəcəm Sevinç xanımın xətrinə. Başqa sualınız olan varsa, axşamınız xeyir. Çox sağ olun Səbinə xanım, çox təşəkkür edirəm. Birini demək olar ki, məlumatlandırdınız kişilər üçün. Demulun çox gözəl bir qoxusu var. Bəyəndim. Özünüz də gördünüz ki, orada vurdum, qoxladıqda çox qəşəng idi. Həqiqətən də yoldaşım üçün aldım, amma şərikli işlədəcəyik. Çünki çox bəyəndim həqiqətən də. Ətri sevən bir insan kimi. Bir də bəli, keçən dəfə məhz Xavər xanımın çıxışında, təlimində çox bəyəndiyim bir ətir bugün götürdüm. Elə ofisə çatar-çatmaz götürdüm. Çünki doğrudan da elə mənə çox təsir edən, həm elə onun heç ətrini bilmədən, qoxusunu bilmədən təsəvvürümə getdim ki, bunu alacağım, çox qəşəngdir. Elə də oldu, çox gözəl bir ambrendi. Səhv eləmirəmsə, indi həm yoxdur şeydə bizim Golden Violet və Golden Violet və Amber Absolu. Əslində o sayta yerləşdirilmədiyinə görə Seva, mən təklif belə deyildi. Özümə belə qərara gəldim ki, onun haqqında məlumat verməyim. Həm də həddindən artıq çox idi məlumatlar. Bunun da tərkibi çox gözəldir. Çox gözəl notları var. Onları xüsusi vurğulamaq istəyərəm şəxsən. Növbəti dəfə təklif liderlərimizdən təklif gələrsə, elə birlikdə hazırlaya bilərik. Kimin xoşladığı ətirdirsə danışarıq inşallah. İnşallah. Çox təşəkkür edirəm. Geniş, ətraflı məlumat verdiniz. Doğrudan elə bir ki,
Xavər xanım necə bütün məhsullardan elə ətirin bütün növlərindən dedisə, elə siz də elə elədiniz. Baxmayaraq o bir saat idi, amma siz 43 dəqiqədir, neçə dəqiqədir bu dəqiqə ərzində çox gözəl bir ətraflı məlumat verdiniz. Təşəkkür edirəm. Təşəkkürlər Seva. Təşəkkürlər. Başqa suallar varsa? Səbinə xanım, Demək, burada sual buyur. gəldi. Endirimdə Buyurun, buyurun. olanlar. Demək, Blossom Candy, hansıdır bu? Blossom and Candy. Bax, Həlimə soruşur. Həlimə, bu duxu, bu ətir hal-hazırda 58 manat yox, 38 manatdır. Ondan başqa. Demək, hansı idi? Bu Neroli. Nerolidə 58 manat yox, 34 manat 80 qəpikdir. Burada olan Mimoza və White Tea bu 58 manat, yəni endirimdə deyil. Və endirimdə olan məhsullara baxmaq üçün əlbəttə ki, daxil oluruq şəxsi kabinetə, şirkətin saytına və orada aksiyalar bölməsinə girib, orada endirimdə olan məhsulların arasında ətirlərimizə. Və mən bir şey də vurğulayım ki, ətirlərin içində endirimdə olanlar keçmiş kolleksiyadan olan ətirlər də endirimdədir. Mən orada qırmızı qızılgülünü gördüm, davananı gördüm, səhv eləmirəmsə. Onlar hamısı endirimdədir və nə qədər ki bu endirimlər var, mən məsləhət görürəm ki, yararlanaq. Bu qədər. Başqa sualı olan var? Buyurun Həlimə xanım. Başqa sual yoxdursa, təklif edirəm Zoom-u bağlı elan eləyək. Artıq 57 dəqiqədir ki, birlikdəyik. Çox sağ olun. Səbinə xanım, təşəkkür edirik. Buyurun. Buyurun Rica Aydan xanım, çox sağ olun.